Bakı şəhərində statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib. Forum iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümumilli lideri Heydər Əliyevin xatirəsini yad edib məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, əbədi məşəl abidəsinin önünə əklil qoyublar. Möhtəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib. Cənab İlham Heydəroğlu Əliyevin forum iştirakçılarına müraciətini diqqətinizə çatdırıram. Statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına, hörmətli forum iştirakçıları, sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda Beynəlxalq Statistika Forumunun öz işinə başlanması münasibəti ilə salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Məmnuniyyətlə vurğulamaq istərəm ki, bu möhtəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistika təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumdünya Statistika Günü ərəfəsində keçirilən forumun dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, iki tərəfli və çox tərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Daha sonra MDB İcraiyyə Komitəsi sədrinin müavini Denis Trefilov, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Layka, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budağov, BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin direktoru Tina Luige, Dünya Bankının Qlobal Beynəlxalq Müqayisələr Proqramının rəhbəri Marco Oliver Rissanin çıxış edərək forumun müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gətirilməsi, statistika sahəsində qabaqcıl bilik və təcrübələrin mübadiləsi, yeni hədəflərin müəyyən edilməsi, eləcə də birgə layihələrin təşviqi, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər. Beynəlxalq təcrübədən bəhrələnməklə qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi əsas prioritetlərimizdən biridir və bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. 3 gün davam edəcək forumda Milli Hesablar Sistemi 2025 valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıya alınmasının 2030-cu il mərhələsi, dayanıqlı inkişaf məqsədlərinin monitorinqi, həmçinin sahə və çox sektorlu layihələrlə bağlı məsələlər müzakirə olunaraq informasiya texnologiyaları, statistik məlumatların inteqrasiyası, institusional qərarlar, statistikada səriştəliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndiriləcəkdir. Şuranın iclası zamanı isə onun son 3 ildəki fəaliyyəti, MDB statistikasının inkişafı, layihəsinin icra vəziyyəti, perspektivləri və digər məsələlər müzakirə olunub.